Fizik tərbiyə fənnindən inteqrasiya sualımıza baxırıq. Dil bədənin əlimə qabiliyyətinin sağlamlığa təsiri haqqında qısa məlumat oxunub, 3 müxtəlif əyilmə hərəkətini düzgün yerinə yetir. Tapşırıqda deyir, inteqrasiya növünü müəyyən edin. Baxın, deməli, burada bu tapşırıqda fiziki tərbiyə fənnindən nəzəri biliklər birinci verilir. Yəni, sağlamlığa təsir haqqında məlumat verilir. Daha sonra praktiki fəaliyyət yerinə yetirilir. Yəni, hərəkətin yerinə yetirilməsi deməli, prosesi baş verir. Bu iki komponentin birləşməsi eyni fənn daxilindədir. Yəni, fiziki tərbiyə fənni daxilində olduğuna görə bu deməli, fənn daxili inteqrasiya sayılır. Ona görə də bizim doğru cavabımız A variantında olan fənn daxili inteqrasiyadır. Bəziləri bunu qarışdıra bilər, deyə bilər ki, məsələn, burada sağlamlıq varsa bu biologiya fənninə inteqrasiya oluna bilərmi? Xeyr. Çünki fiziki tərbiyə fənni özü məhz elə sağlamlıqla bağlı olan bir fəndir. Burada müxtəlif belə deyək, sağlamlıqla bağlı deməli məlumatların oxunması daha sonra hərəkətlərin icrası ilə bağlı olan fəndir. Çünki fiziki tərbiyə fənninin məhz elə məzmun xəttinə baxdıqda da biz bunları görə bilərik. Ona görə də doğru variantımız A variantı fənn daxili inteqrasiyadır.